Velosiped idmanı üzrə Federasiya kubokuna başlamadan öncə 46 yaşını qeyd edən iştirakçı Rafael Qasımova Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən xatirə hədiyyəsi təqdim edilib. Daha sonra yarışa start verilib. 35-49 yaşlı kişilərin 34 kilometr məsafəyə mübarizəsində Məhəmməd Ələkbərov finişə hamıdan tez çatıb. Ziyad Vəliyev ikinci, Nəbi Abbasov isə üçüncü olub. 50 yaşdan yuxarı kişilər arasında Etibar Həsənov 17 kilometr məsafəni birinci tamamlayıb. Yusif Nəbiyev, Füzuli İsmailov müvafiq olaraq 2-3-cü yerlər tutublar. Qadınlar arasında 17 kilometr məsafəyə yarışda Natalya Vallik birinci, Yelena Dubentsova ikinci, Ülfət Nəzərli isə üçüncü pillədə qərarlaşıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov turnir haqqında bunları deyib. İyun ayında bizim Azərbaycan çempionatı keçərkən bu həmkarlar, veteranlar arasında bizim fərdi yarışmalarımız oldu və biz ondan sonra gördük ki, çox istək, çox böyük idi və biz bugün onların arasında qrup yarışları keçirdirik. Yəni 35-49 yaşında, 50 plus və qadınlar arasında. Və istəyimiz odur ki, bugün doğrudan da velosiped idmanı həm profesional tərəfdən, həm də bu veteranlar arasında böyük bir rezonans, gözəl bir rezonans versin hər bir yerdə və çalışırıq ki, velosiped idmanı yüksəklərə qalxsın. Sonda Federasiya kubokunun mükafatlandırma mərasimi keçirilib. Qalibləri Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov və qurumun idman direktoru Vladimir Buşanski təltif ediblər.